tarixçəsini danışaq. Neçə vaxt idi olmurdu? 2 il idi, 2 ay olmurdu. Mamamıza folikul yetişirdik, üstəlaşırdı. Sonra nəsə partlayan da oldu, girdi, boruları yoxladıq, borular bağlı. Yoldaşı o dəqiqə vaxtında niyə yoxlamışsınız boruları, başladı mənə telefonla. Deyirəm, hər gələn borusunu yoxlandı, axı gəlib 1 il tamam ola sonra. Nəsə girdi bu əməliyyata, qarın boşluğu bütün spike idi, çünki xroniki qəbizliyi var. Bir borulaşdıqda deyirsən, yoxsa ikisi də? Bir bağlı qaldı. Hə, birini açdı, anadan gəlmə bağlı boruydu, birini açdı. Deməli, əməliyyatdan çıxdıq gəldik, dedik ki, indi görək necə olur. Sonra o bir aya baxdıq ki, folikul yenə kistalaşdı. Yenə kocası gəldi ki, ay doktor, nə oldu, yenə kistalaşdı bu. Dedi ki, indi uzun kistalaşdı, partlayar da. O da həmin ay qaldı, sonra ki... 2 aydan sonra mən süni mayalandırmaya göndərdim, az qalmışdı 2 həftəyə. Hə, süni mayalanmaya danışdıq ki, da indi alınmır, gedək süni mayalanmaya. Bunlar da latriyoni puli bunlar da, amma bir tər olur. Latriyoni oynayırlar ki, süni mayalama pulun yığsa, biri gördü, aha, Seyiz mənə test atdı ki, pozitivdir. Bunda yoldaşı əməliyyatdan çıxandan sonra idi, yoxsa folikul kistalaşanda dedim, nə oldu, yenə kistalaşdı. Mən çatdırıb cavab verənə qədər, yox, nələ şeydən, gəldi hamilə idi, bir dənə kistası da vardı. Hamilə qalmışdı, bir dənə folikul kistalaşmışdı. Yoldaş dedi ki, nə oldu, yenə hamiləlikdə var, kistadır, bu nədir, yenə kistalı. Mən çatdırıb cavab verməmiş qaldı ki, sən neyinirsən, nəticəyə baxma, çiçəyə bax. O söz mənə bir qəribə gəldi. Dedim, sən sağ ol, sən məni müdafiə elədin. Əsas odur, bu balamızın onda özü qoyulmuşdu. Üstündən neçə yaş var idi Sevinç? 3 yaşı var. 3 aylıqdır, hə. Maşallah 3 il keçib, bu səfər heç bir iğnəsiz, dərmansız, mama yenə o bir boru ilə özü hamilə qalıb. Bu sözümü onun üstünə gətirəm ki, anadan gəlmə borusu bağlı olan, bir borusu götürülən, yəni fakt bir yolumuz vardı, bir bolumuz var. Gördüyümüz kimi bizim beləci bir ailəmizdən bir uşağımız var, mamamız 2-ciyə hamilədir. Buranızı sakit saxlayın. Beyninizi özür belə bilir. Beyninizi sakit saxlayın, Allahdan ümidinizi kəsməyin. Qurban olduğum verən Allah sizə də bir gün verəcək.